Sənin biznesinin 3 rəqəmi var. Bu 3 rəqəmi bilsən, həmişə düzgün qərar qəbul edəcəksən. Sahibkarlardan soruşuram, sənin biznesin ən vacib rəqəmləri hansıdır? Dövriyyə deyirlər, bəzisi müştəri sayı deyir, bəzisi mənfəət deyir. Hamısı vacibdir, amma əsas deyil. Birinci rəqəm, sənin marjan. Hər satışda nə qədər qalır? Bu rəqəmi bilməsən, dövriyyə nə qədər böyük olsa da gözü bağlı idarə edirsən. İkinci rəqəm, müştəri əldə etmə dəyəri. Bir yeni müştəri cəlb edəndə sənin işə başa gəlir. Reklam, vaxt, endirim, hamısını topla. Əgər bu rəqəm marjandan böyütürsə, sən hər yeni müştəridə pul itirirsən. Və üçüncü rəqəm, müştərinin ömürlük dəyəri. Bir müştəri sənə bütün iş müddətində nə qədər pul gətirir? Bu üç rəqəm sənə hər şeyi deyir. Marjan aşağıdırsa, ya qiyməti qaldırmalısan, ya maya dəyərini azaltmalısan. Müştəri əldə etmək dəyəri yüksəkdirsə, reklam kanalını dəyişməlisən. Müştərinin ömürlük dəyəri aşağıdırsa, deməli müştəri gəlir, amma qalmır. Və sən su borusu kimi sadəcə su axıdırsan. Bu üç rəqəmləri bilən sahibkar hiss əvəzinə artıq faktla qərar verir və burada böyük bir fərq yaranır. 2x kursunda mən sənə bu rəqəmləri necə hesablayasan və hər ay necə izləyəsən öyrədirəm. Biznesinizin rəqəmsiz idarə olunmur. Pərvizi.org. Daxil ol, qeydiyyatdan keç.